saç quruqlarını necə edirəm tez göstərməyə çalışacağım çünki gecikirəm. Gəlin başlayaq. Çox qısa vaxtımı alır deyə istəyirəm sizə də göstərim. Bunun qarşısında belə düymələr var. Hər zaman yadımdan çıxan nə olur? Sağ və sol tərəfə görə bu başlığı fırlatmaq lazımdır. Onu mən belə yoxlayıram ki, görüm düz eləmişəm yoxsa yox. Çünki istəyirəm buruq çölə doğru olsun. Keçirdirəm bu tərəfə belə. Və baxın, yox, səhv eləmişəm. Ona görə dəyişirəm. Bu tərəfə doğru belə vurmaq üçündür. Yəni belə çölə açılsın. Mən və qurduğum cümlənin möhtəşəmliyi. Tələsəndə cümlələr ağlıma gəlmir. Özü belə sayır. Buradan timeri özünüz seçirsiniz təbii ki. Baxın, belə bir formada bukle olur. İndi gəlin zaxı mərifət dizaynı. Burada dərəcələri var. 8, 10, 12 saniyə olmağı seçirsiniz müddəti. Burada isə sağa sola vurulsun, yoxsa orta, yəni hər iki tərəfdən vurulsun seçimi edirsiniz. Burada qoyuram və əlimi çəkirəm. Düymədən dəlimi buraxmıram və gözləyirəm. Bu müddətdə o özü sayır. Yəni 1, 2, 3, 4, 5 saymağınıza ehtiyac yoxdur. Kənarları belə örtülür. Əllərim yanmır. Yəni bu arada reklam falan deyil. Daha doğrusu reklam üçün gəlmişdi, amma artıq üzərindən illər keçib mən hələ də istifadə edirəm. Belə bir buruq olur. İndi bu yanda göstərirəm tez bir şəkildə. Bunun üçün bunu yerə çöndərirəm. Formada bukleri salıram. Gördüyünüz kimi sola doğru çevirir və gözləyirsiniz. Amma ümumiyyətlə saçı darayandan sonra çox daha gözəl nəticə alınır və sizi bilmirəm, mənim saçım buruq saxlanır, amma bununla eləyəndə daha uzun müddət qalıcı olur. Baxın, belə bir şeylər.